Dostlar salam, hər vaxtınız xeyir olsun. Xocavənd rayon ərazisindən sizləri salamlayıram. Burada çəkiliş eləməyimin məqsədi oktyabr ayının 19-u. Burada əfsanəvi taborun igid oğullarının döyüşdüyü ərazi təxmini bu istiqamətdir. Bu istiqamətdən onlar keçid edirlər. Ərazini də təxminən sizə göstərməyə çalışacağım. Bu əkinlik sahə. Ay bir gelin boşla komutan boşlayama. Gel. Kim kaldı orada? Benim kalım 2 nefer geçsin 2-3 nefer. Gel neresi? Kimse bizi sen gelene. Bakın solunda ha. Hadi koy atınlar ha. Həmin döyüşdə 3 vətən müharibəsi qəhrəmanımız şəhid olur. Ay bura. Harasına dayı bunu? Burada da var. Bana kapma şahitli, bu da şahitli. Bu da tekrar uşağı sahi. Aa ona bakın ne yalan söbek. Aa o kimdi? Gözler sen. Bir daha diğer terp etme çok bir dersin. Gözler haran eder bilirsen. Digər qardaşlarımız şəhid, yaralılar. Allah hər birinə rəhmət eləsin, məkanları cənnət olsun. Sadəcə olaraq bu ərazidən çəkiliş edib sizlərə göstərmək istədim. Allah hər birinə rəhmət eləsin. Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa diləyirik. Məkanları cənnət, məqamları uca olsun.